hörmətli şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Mən Mübarək Uliyeva. Bugün sizinlə birlikdə riyaziyyat 2-ci sinif 1-ci hissədən səhifə 8 və 9-dakı tapşırıqların izahını verəcəm. Gəlin başlayaq. Birinci mövzumuzun adı yada salındır və təkrar üçün tapşırıqlardır sadəcə. Gəlin bunları işləməyə başlayaq. Birinci burada yada salınırdır. Gəlin oxuyaq. Ədəd oxunda ədədlər sıfırdan başlayaraq ardıcıl olaraq bərabər aralıqda düzülür. Ədədlər sağa doğru artır, sola doğru isə azalır. Gəlin bunu bir dənə yoxlayaq. Burada ədəd oxu çəkilib. Sağa doğru uşaqlar artır. Baxın, 61, 62, 63, 64, 65 belə davam eləyir. Amma sola doğru gedirsə məsələn, buradan baxın azalır görürsünüz. Belə davam eləyəcək, azalacaq. İndi başqa burada da nümunə olaraq göstəriblər sizə. Bir ədəddən başlayaraq müəyyən ədəd qədər irəli və ya geri sayma ritmik saymadır. Məsələn, 5-dən başlamaqla irəli 3 ritmik sayma. 5, 8, 11, 4 və bunun davamı da var. 17, 20. Belə bunun davamı da var. İndi 45-dən başlamaqla geri ritmik sayma da var. Geri ritmik sayma da var, irəli də ritmik sayma var. İrəli deyirsə əgər sizə onu irəli sayırsınız. Əgər geri deyirsə onu geriyə doğru sayırsınız. Məsələn, 45-dən başlamaqla geri 5-5 ritmik sayma. 45, 40, 35, 30, 25, 20 və belə davam eləyəcək. İndi buna baxaq. 6-dan başlamaqla irəli 10-10 ritmik sayma da var. 6, 16, 26, 36, 46, 56, 66. Bu istənilən qədər davam edə bilər. Bilirsiniz ki, ədədlər sonsuzdur deyə bunları davam etdirmək də sonsuzdur. Amma əgər geriyə deyirsə, onu geriyə eləmək sonsuz deyil, yəni. Sadəcə irəli eləmək sonsuzdur. Baxın, bunu ədəd oxunda da göstərmək olar. 6, 10 artır, gəlir 16-ya. Onun burada belə sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Belə sayaraq da eləyə bilərsiniz. Bir dəfəlik belə də eləyə bilərsiniz. Da arada əgər görürsünüzsə, belə davam eləyəcək bu. 46-nı da çəkəlim. 6 yazdım, 46. Aha, 74-dən başlamaqla geri 10 ritmik saymada olur əlbəttə ki. 44, 34, 24, 14, sonra 4 və bu qədər bitdi. Yəni 4-dən 10 çıxa bilmirik ki. İndi də bunu da ədəd oxunda göstərmək. Bilirsiniz ki, sola doğru gediriksə azalır deməli. Baxın, burada da göstəriblər. 74, 64, 54, 44 və belə bu davam eləyəcək. İndi isə gəlin altdakına baxaq. 2 rəqəmli ədədin sağdan birinci rəqəmi təkliklərin, ikinci rəqəmi isə onluqların sayını göstərir. Baxın, sağdan birinci rəqəmi, soldan demirsə. Soldan birinci rəqəmi onluqlardır, sağdan birinci birinci rəqəmi isə təklikdir. Amma sağdan ikinci rəqəmi onluqlardır, soldan ikinci rəqəmi təkliklərdir. Aha, bunu belə kublarla da göstərmək olar. Hər bir bir dənə bir şey görsəz, bilin ki, bu 10'dur. Bu da 10'dur. Bu da 10'dur. Hamısı 10'dur. Yəni saymağa ehtiyac yoxdur buna. Siz indi 3-cü sinifdə olanda millikdə keçəcəksiniz, amma indi onu izah eləmirəm. Bunu görə bildik. 50, onluğumuz 50'dir.
Təkliyimizsə sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 59. 50 ilə 9-u birləşdirdik. 59 aldım. 59-u sözlə də yaza bilərik. 59. Və bunu açıq şəkildə də yaza bilərik. Bilmirəm onun keçməsi, deyəsən keçməsiz. Uşaqlar, 59 da 5 onluq 9 təkliyə bərabərdir. Bunu belə formada da göstərmək olar. Onluq 5-dir, təkliyi 9-dur. Baxın, onluğa 50 yazmaq olmaz. Olmasa, sadəcə onluq 5-dir. Təkliyi də 9-dur. 59. Bunu ədəd üçlüyündə də göstərmək olar. Bunun adı nə idi? Biz birinci sinifdə keçmişdik. Ədəd üçlüyü. Ədəd üçlüyü. Baxın, 59-sa əgər, 59-un elə özünü buraya yazırıq. Sonra da onu onluğu və təkliyə ayırıq. Məsələn, bura 50, onluq tək. Onluq 50 daha. Bura 5 yazmaq olmaz. Bunu 50-yə və yaxud 9-a da ayırmaq olmasa da bura 40 yazıb 19 yazmaq olardı. Amma burada sadə formada veriblərdən elə də eləyə bilərsiniz. İndi nəhayət yada salımız bitdi. Tapşırıq 1-ə keçək. Ritmik saymaqla əşyaların sayını tapın. Siz indi bunu belə eləyə bilərsiniz. Məsələn, siz belə sayarsınız. 1, 2, 3, 4. Belə saymaq doğru deyil. Əslində doğrudur, amma siz çox çətin yolu seçmişsiniz. Belə saymaq olar. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28 və bunu belə də davam etdirə bilərlər. Gəlin bunu biz dəftərə yazaq. Birinci burada yazaq, sonra dəftərə yazarıq. B-də görürsünüzsə, hər birində 5 nəfər var. 1, 2, 3, 4, 5. Yəni 5-5 sayaq. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65 və belə davam eləyir bilər bu. 28 ayaqqabı, 65 şar. Aha, görürsünüzsə, hər bir paçkada 10 yumurta var. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Onun irəliyə doğru sayacağıq. 10, 20, 30, 40, 50, 60, bu qədər. 60 yumurta. Gəlin bunu indi dəftərə yazaq ki, sizin üçün daha asan olsun. Yazaq. Misal 1. Misal 1. Sizin üçün göy qələmlə də yaza bilərəm, amma ehtiyac yoxdur. Aha, misal 1. A. A-da 28 ayaqqabı yazmışdıq. Yazaq. 28 ayaqqabı. Bura A yazmayın. İndi B-yə baxaq. B-də də neçə şar idi? 65 şar. Yazırsınız B-yə 65 şar. İndi C-yə. C-yə isə 60 yumurta idi. 60 yumurta yazırsınız. Bu qədər. Misal birimiz tamamlandı. İndi isə misal 2-yə baxaq. Ədədləri tapın. 65-dən sonraki ilk 5 ədəd nədir? 70, 75, 80, 85, 90. 70-dən 90-a qədər 5-5 yazacaq. Misal 2. A variantı yazaq. A variantına 70, 75, 80, 85, 90.
B-yə keçək. B-də deyir ki, 53-dən əvvəlki ilk 4 ədəd. Bir dəqiqə, 70, 75, 80, 81, 90 deyil bu. Səhv yazdıq bir dəqiqə. Çox üzr istəyirəm. Elə bilirəm ki, 5-5 yazırıq. Çox üzr istəyirəm. 65-dən sonraki ilk 5 ədəd 65-dən başlayaraq 70-ə qədər yazmalı. 65, 66, 67, 68, 69, 70. B variantı. 53-dən əvvəlki ilk 4 ədəd 53-dən 49-a qədər yazacaq. 53. Bir dəqiqə. Davam edək. 53, 52, 51, 50, 49. C keçək. C. C-yə keçək. 48-dən sonraki ilk 3 ədəd. 48-dən 51-ə qədər ədədləri yazacağıq. 48, 49, 50, 51. İndi D-yə baxaq. D-yə biraz pis yazdım. D-yə baxaq. 32-dən əvvəlki ilk 6 ədəd. Burada 32-dən əvvəlki 6 ədədə qədər yazarıq. Artıq da 26-ya qədər yazırıq. 32, 31, 30, 29, 28, 27, 26. Misal 2 də bitdi. 3-ə gedək. Bunu da 3 dəftərə yazmıram. Siz istəyirsinizsə çəkə də bilərsiniz. İstəyirsiniz kitabda işləyib. Ədəd üzərində nöqtələrə uyğun gələn ədədləri müəyyən edin. 6, 13, 10, 11, 12, 13. 25, 26, 35, 50, 49, 48, 51, 52, 53, 60, 61, 62, 63, 80, 79, 78, 86, 94, biraz pis yazdım. 94 və bu qədər yazırıq. İndi isə 4-ə baxaq. Artıq uşaqlar, mən dəftərə yazmıram. Sizə göstərirəm. Siz artıq dəftərə yazarsınız. Verilmiş ədədlərdən hansı toxu üzərindəki hərflərə uyğun olanları tap. A-ya yaza bilərik. 42, 43, 44, 42, 43, 44, 45, 46, 47, 48. Mən daha oradan baxmıram. Bunun asan yolu var. 42, 44, 48 yazırsınız. Burada çox ədəd var, amma nəysə yazarıq. Yəni, buradan baxmağa ümumiyyətlə ehtiyac yoxdur. Yəni, özünüz yaza bilərsiniz. İstəsəz. İstəyirsiniz baxın, istəyirsiniz baxmayın. O sizin qərarınızdır. 51, 52, 53. 56, 57. 65, 64, 63. 66, 67. 76, 77, 78. 81, 82. 92. 92.
100, 99, 98 belə yazacaqsınız. İndi deyək, onlu və təkliklərin sayını müəyyən edin. Kubların sayını dəftərə yazın. Siz bunu belə yazırsınız. A variantı 45 bərabərdir 4 onluq 5 təklik. Siz uzun formada da yaza bilərsiniz. Mən belə qısa formada yazdım. Onluqlara baxaq. 1, 2, 3, 4, 5. 50, 1, 2, 3, 4, 5, 6, 7. 57. 57 bərabərdir 5 onluq 7 təklik. İndi 30 bərabərdir 3 onluq. 0 təklik də yaza bilərsiniz, yazmaya da bilərsiniz. Onluq və təkliklərinə ayrılmış ədədləri dəftərdə rəqəmlə yazın. Gəlin yazaq. 82, 70, 44, 89. Uşaqlar, bunun deyik ədədləri onluq və təkliklərinə ayırın. Mən burada qısa formada onu yazmaq istəyərəm. 2 onluq, 4 təklik. Belə yaza bilərəm. Amma ki, yazanda onu siz 20 kimi götürərsiniz birdən. Amma belə yaza da bilərəm, deyə də bilərəm. İstəyirsiniz deyim. 2 onluq, bura yazarsınız. 2 onluq, 4 təklik. 3 onluq, 6 təklik. 2 onluq, 7 təklik. 8 onluq, 9 təklik. 5 onluq, 6 təklik. 7 onluq, 1 təklik. 5 onluq, 6 onluq, 2 təklik. 9 onluq, 9 təklik. 7 onluq, 2 təklik. 4 onluq, 2 təklik. 3 onluq, 3 onluq, 3 təklik. İndi 8-ə baxaq. Samir fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədəddə 5 təklik var. 2 rəqəmli deyirsə 2 dənə xətt çəkirik. Bu ədəddə 5 təklik var deyir. Onluqların sayı təkliklərin sayından 1 vahid çoxdur. 50-dən 1 vahid çox olan ədəd nədir? Bunu tapmaq üçün 5-in üstünə 1 gəlməyə cavab eləməlidir 6. Bu ədəd nədir? 65. İndi 9-a baxaq. Lalə fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi 4-ə bərabərdir. Bu hansı ədədlər ola bilər? 2 rəqəmli ədəd deyirsə, əvvəlcədən 2 dənə belə bir dənə xətt çəkə bilərsiniz. Bu ədədin rəqəmlərinin cəmi 4-ə bərabərdir. Yaza bilərsiniz. 13, 22, 31, 40 və s. Və s. başqa ədədlər də yaza bilərsiniz. Mən belə yazdım. İndi uşaqlar, tapşırıqlarımız bu qədərdir. Sağ olun, salamat qalın. İnşallah başa düşmüşsünüzdür. Sağ olun.